Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilərim. Bu səfərki resept Türk mətbəxində məşhur olan köftə ekmək reseptidir. İlk öncə işə çörəyin xəmirini hazırlamaqla başlayıram. Onun üzərinə duzu, şəkər tozunu əlavə edib qarışdırıram. Ardıca mayanı da əlavə edib qarışdırdıqdan sonra az-az ilıq suyu əlavə edib xəmiri qaşıqla yoğururam. Qeyd edim ki, reseptdə istifadə etdiyim ərzağın dəqiq ölçülərini videonun açıqlama bölməsində qeyd etmişəm. Əgər xəmir qaşıqdan rahatlıqla ayrılırsa, deməli tam hazırdır. Üzərini streçləyib örtüb, ən azı 35-40 dəqiqə mayalandırıram. Xəmir mayalanana qədər kotletini hazırlayıram. Orta yağlıqda olan qiymənin üzərinə sürtkəcdən keçirilmiş soğan, suxarı, yarım dəstədən də az kişniş, 1 ədəd yumurta, sürtkəcdən keçirilmiş 1 diş sarımsaq, duz, pul biber, paprika və kimyonu əlavə edib ən az 10-15 dəqiqə yoğururam. Ət yaxşı yoğurulmalıdır ki, bişdiyi zaman dağılmasın. Əti yoğurduğunuz zaman bu halda toplanırsa, deməli tam hazırdır. Ətdən istədiyim böyüklükdə qoparıb əlimlə forma verib qaba düzürəm. Üzərini streçləyib ən az 30-35 dəqiqə soyucuda gözlədirəm. Xəmirim artıq mayalanıb və hazırdır. Xəmiri bol un səpilmiş dəzgaha əlavə edib 2 bərabər hissəyə ayırıram. Hər hissəni isə 3 bərabər kündəyə bölürəm. Hazırladığım kündələri yağlı kağız sərilmiş soba listinə düzüb, üzərini təmiz dəsmal ilə örtüb ən azı 15-20 dəqiqə mayalandırıram. Kündələrin üzərinə çəkmək üçün 1 ədəd yumurta sarısının üzərinə 2-3 xörək qaşığı süd əlavə edib qarışdırıram. Mayalanan kündələrinin üzərinə yumurta və süd qarışımından çəkirəm. Ən sonda əlimlə üzərlərinə bastıraraq genişlədirəm. Əvvəlcədən isidilmiş 200 dərəcəlik sobanın alt-üst rejimində üzəri və altı qızarana qədər bişirirəm. Və artıq çörəklər bişdi. Üzərini təmiz dəsmal ilə örtüb soymasını gözləyirəm. İndi isə köftə ekməyin vazkeçilməz salatı olan soğan pomidor salatını hazırlayıram. 1 ədəd soğanı yarım ay şəklində incə-incə doğrayıram. Doğradığım soğanları qaba əlavə edib üzərinə duz əlavə edirəm və daha sonra əlimlə soğanların suyu çıxana qədər əzərək qarışdırıram.
Daha sonra üzərinə 1 stəkan su əlavə edib ən az 5 dəqiqə kənarda gözlədirəm. Bu prosesi ona görə edirəm ki, soğanın acılığı çıxsın. Soğanlar suda gözləyənə qədər mən isə digər ərzaqları doğrayıram. Qabığı soyulmuş pomidoru kub şəklində doğrayıram. Yarım dəstə cəfərini də xırda doğrayıb pomidorun üzərinə əlavə edirəm. Kənarda 5 dəqiqə suda gözlətdiyim soğanın suyunu süzürəm. Tam suyu süzüldükdən sonra digər doğradığım tərəvəzlərin üzərinə əlavə edirəm. Ən sonda sumaq və pul biberi də əlavə edib qarışdırıram. Və beləliklə soğan pomidor salatı hazırdır. Soyucudan çıxartdığım kotletləri yağsız, yapışmayan tavada hər iki üzünü qızardıram. Çörəklər artıq tam soyuyub və olduqca da yumşaqdır. Necə yumşaq olduğunu sizlərə göstərirəm. Son olaraq köftə ekməyin sunumunu edirəm. Çörəyi yarısına olacaq şəkildə kəsirəm. Növbəli olaraq ilk öncə salatdan əlavə edirəm və daha sonra isə kotletləri üzərinə düzürəm. Çox ləzzətlidir, dadına doymaq mümkün deyil. Həm çörəyi, həm kotleti, həm salatı olduqca möhtəşəmdir. Bir dəfə də olsa bu resepti hazırlayın və dadına mütləq şəkildə baxın. Videomu sona qədər izlədiyiniz üçün təşəkkür edirəm. Video ilə bağlı fikirlərinizi şərhdə mənimlə bölüşməyi unutmayın. Sevgi ilə və sağlıqla qalın.